Buyurun Zahangirəm, eşidirəm sizi. Sənin burada işləməyini mən düzü heç gözləmirdim. Mən sənin üçün başqa bir həyat fikirləşmişdim. Mən istirdim ki, sən Türkiyəyə gedəsən, orada çalışasan. Mən evdə iş də sənin üçün hazırlamışdım. Türkiyə? Hə? Sən ağıllı olansan. Sənin bu potensialını mən burada itirmək istəmirəm. Get, bax, gör, işlə. O pis xatirələrini burada qoy. Get. Sən məyər bunu istəmirsən? Əlbəttə ki, istəyirəm. Amma insan hara qaçsa da öz dərdindən, problemindən qaça bilməz. Çətinliklərdəndir ki, qaçmaq mümkün deyil. Burası elədir. Yaxşı, bax, gör, əgər bir dəfəlik qalmaq istəmirsənsə, get, yoxla. Xoşuna gəlmirsə, qayıdıb gələrsən. Əmi, mən bu günləri ilk dəfə dərdimi, problemimi unutmuşdum. Sözün düzü fikirləşirdim ki, anam öləndən sonra buralarda qala bilmərəm. Amma bu gün sizin yanınızda, sizin ailənizin yanında qaldım. Bu mənə çox yaxşı təsir elədi. Əgər siz etiraz eləmirsinizsə, mən burada qalmaq istəyirəm. Yaxşı oğlum, necə istəyirsən. Əmi, çox sağ ol. Hər şeyə görə çox sağ ol. Yaxşı oğlum.